Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adı ilə. Əziz qardaş və bacılarım, sizə Ramazanda itirən insanlar barəsində danışmaq istəyirəm. Gecələri və gündüzləri tövbə edənlərin, Ramazanda savab qazananların arasında Ramazanı itirən insanlar da vardır. Ramazanda xeyirdən məhrum olanlar harama yönələr. Ramazanı günah mövsümünə çevirərlər. İmam Zəhəbi rəhmətullah aleyh Kəbər kitabında gətirir ki, iman əhlinə görə səbəbsiz, üzürsüz orucu tərk edən insan Allah qatında zinakardan, faiz yeyəndən və adam öldürəndən də daha böyük günah qazanır. Üstəlik onun İslamına şübhə edilir. Gözlərini harama tikib musiqiyə qulaq asan, televizorda və ya telefonda xoşagəlməz şeylərə baxan, bazarlarda və yaxud dükanlarda müsəlmanların ayıblarını araşdıran, boş toplantılarda və zərərli yığıncaqlarda iştirak edənlər nə vaxt Ramazandan faydalanacaq? Vaxtlarını oyun, əyləncə, qəflət, şəhvət, dünya ilə keçirənlər Peyğəmbər sallallahu aleyhi və səlləmin bu hədisini xatırlasınlar. İki nemət var ki, insan o nemətin varlığından qafildir. Birincisi boş vaxt, ikincisi sağlamlıq. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, əgər mən bilənləri bilsəydiniz, çox ağlayıb az gülərdiniz. Bu insanlar Ramazanın, vaxtın qiymətini və Ramazanın dəyərini bilmədilər. Nəfslərinə bədbəxtçilik gətirdilər. Ruhlarına əzab verdilər. Məyər ibadətdən başqa heç bir şeydə fayda olmayacağını və haramlardan və haramların sonda ziyan və peşmançılıq ilə bitəcəyini bilmirlərmi? Allah Teala Quran-ı Kərimdə buyurur: وَمَنْ أَعْرَضَ عَنْ ذِكْرِي فَإِنَّ لَهُ مَعِيشَةً ضَنْكًا فَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ أَعْمَى قَالَ رَبِّ لِمَ حَشَرْتَنِي أَعْمَى وَقَدْ كُنْتُ بَصِيرًا الْآيَةِ. Kim mənə ibadətdən üz döndərərsə, dünyada ona sıxıcı həyat verərik. Qiyamət günü isə onu kör olaraq huzurumuza gətirərik. O deyər: Ya Rabbi, mən ki dünyada görürdüm, niyə görə məni kör olaraq həşr etdin, huzuruna gətirdin? Allah ona belə cavab verər: Elədir, çünki bizim ayələrimiz sənə gəldi, sən onları görməməzlikdən gəldin, unutdun, uzaq durdun və eləcə də bugün sən unudulursan. Taha surəsinin 124-126-cı ayələri. Əziz qardaş və bacılarım, dünya öz gözəllikləri və ləzzətləri ilə sona çatacaq. Uzun və qısa ömürlər tükənəcək. İnsanlar sən də onların arasında olmaqla Rəblərinə dönəcəklər. Ramazanı dörd gözlə gözləyərkən əcəli çatan bir çox insan oldu. Ramazanda çoxlu salih əməl işlə. Qısa bir müddətdən sonra Ramazan yenə bitəcək. Ramazanda Allah ilə öz aranda yeni təmiz bir səhifə aç. Keçmişin ilə gələcəyin arasında bir pərdə çək. Bütün günahlardan tövbə edərək mərhəmət sahibi və tövbələri qəbul edən Allahın huzuruna dön. Bu gözəl mövsümü salih əməllərlə və keçmiş günahlara tövbə etməklə dəyərləndir. Keçmişdəki boşluqlarının yerini doldurmaq və işlədiyin xətaların bağışlanması üçün Ramazandan istifadə elə. Ramazanda özünə yeni bir parlaq səhifə aç. Allah Taala'dan uzaq olduğun keçmişin üstündən xətt çək. Hər cür günahdan, qüsur və xatadan tövbə edərək mərhəmət sahibi və tövbələri qəbul edən Allaha dön. Xeyir mövsümlərini salih əməl ilə, keçmiş günahlardan tövbə edərək dəyərləndir. Ramazanda oruç tutmaq insanın Allaha qayıtması və bağışlanması üçün Allahın ona verdiyi bir fürsətdir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: burnu yerə sürtülsün və yaxud bizim dildə desək başı yerə batsın Ramazana çatıb bağışlanmayanın. Əziz müsəlmanlar, ümidsizlik və çarəsizliyə qapanmaq şeytandandır. Şeytan bu silahdan günahkarların günahlarına davam etməsi üçün istifadə edir. Qul nə qədər pis əməl sahibi olsa da, İslamda Allahın rəhmətindən ümid kəsmək yoxdur.
Tövbə özündən əvvəlkiləri yox edir. Peşmançılıq özündən əvvəlkiləri silir. Ramazan tövbə və peşmançılıq mövsümüdür. Allah Teala Quran-ı Kərimdə buyurur: "Qul ya ibadiyellezine asrafu ala anfusihim la taqnatu min rahmetillah innallaha yaghfiruz-zunuba cemi'a." De: "Ey mənim özlərinə qarşı həddi aşmış qullarım, Allahın rəhmətindən ümidinizi kəsməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayandır. O həqiqətən bağışlayan və rəhimlidir." Zümər surəsinin 53-cü ayəsi. Və bir qudsi hədisdə Allah Teala belə buyurur: "Ey Adəm oğlu, sən mənə dua edib bağışlamağıma ümid etdikcə mən səni nə günah etsən də bağışlayaram. Ey Adəm oğlu, sənin günahların səmadakı buludlar qədər olsa, sonra mənə dönüb bağışlanma diləsən, yenə səni əfv edərəm, bağışlayaram. Ey Adəm övladı, mənə yerlər və göylər qədər günahlarla gəlsən, səni yerlər və göylər qədər məğfirətimlə qarşılayaram. Yetər ki, səmimi tövbə et." Bağışlanmağa səbəb olan ən böyük amillərdən biri də qulun peşman olub bir daha günahlara qayıtmamağı əzm etməsidir. Tövbənin qəbul edilmə əlamətlərindən biri də keçmiş günahlar üçün ağlamaq, sızlamaq, keçmiş günahlara görə peşman olmaq, keçmiş günahlardan uzaqlaşmağa çalışmaqdır. Günaha düşməkdən qorxmaqdır. Pis insanları tərk etməkdir. Yaxşı insanlarla bir yerdə olmaqdır. Bu ayda Allah Taala'nın bağışlamaq istədiyi bir çox insan var və sən də onlardan biri ol. Ramazanda tövbə edərək özünə yeni təmiz bir səhifə aç. Ramazanda uca Allaha dönən çox insan var. Səhvlərinə görə çox peşmançılıq çəkərlər və günahlarının bağışlanmasını diləyərlər. Və sən də bu karvana qoşul. Əziz müsəlman bacı və qardaşlarım, bu mübarək ayda hidayət məşəli olun. Fəzilətləri qoruyun, rəzilliklərdən uzaq durun, dininizlə qürur duyun, şərəfinizlə öyünün, namusunuzu qoruyun, mənfur, çirkin düşüncələrdən uzaq durun, əxlaqsızlıq yuvalarına çağıranları dinləməyin. Bu dəyərli günlərdə şeytanın hilələrinə tabe olmaqdan çəkinin, şeytanın addımları arxasıca getməyin. Pis insanlardan uzaq durun. Allah Taala'nın ən xoşlamadığı yerlərdən biri də bazarlardır. Çalışın vaxtınızın çox hissəsini bazarda keçirtməyin. Zəruri ehtiyaclarınız xaricində bazarlarda durmayın. Allah Taala'nın əzabla yaxalaması çox pistir. Ömür qısadır, yenidən həyata qayıtmaq isə insan üçün ikinci dəfə mümkün deyil. Əziz qardaşlarım, bacılarım, Ramazanı gözəl faydalanmaq üçün mühüm amillərdən biri də Allahın kitabına sarılmaqdır ki, Ramazanda bu mövzuya toxunmaq mütləq lazımdır. Məhz buna görə də sələflər Quran-ı Kərimi tez-tez xətm edərdilər. Onu həyatlarının ayrılmaz dostu, tərk olunmaz azuqəsi sayardılar. Onlar axirət gününü, qəbir əzabını və nemətlərini, öldükdən sonra dirilməyi, sorğu-sual olunacaqlarını, kitabın sağ və yaxud sol əlinə veriləcəklərini, ədalət tərəzisinin qurulacağını, sirat körpüsündən keçilməyi, cənnəti və cəhənnəmi xatırlamaq üçün Quranı tez-tez xətm edərdilər ki, o Ramazandakı o keyfiyyəti əldə eləsinlər, təqvanı əldə eləsinlər. Əsvad ibn Yezid Ən-Nəxəyi hər 6 gündə bir dəfə, Ramazanda isə hər 2 gündə bir dəfə Quran-ı Kərimi xətm edərdi. Səid ibn Cübeyr hər 2 gündə bir dəfə Quran-ı Kərimi xətm edərdi. Urva ibn Zübeyr ayağı kəsilənə kimi hər 4 gecədə bir dəfə Quran-ı Kərimi xətm edərdi. Məlumatlar Siyar-ı A'lam-ı Nübələ kitabında və Hilyətül Övliya kitabında keçir. Səid ibn Museyyib rahmetullah aleyh, Qatadə ibn Diam Əs-Sədusi onun barəsində gətirir ki, mənə elə gəlirdi ki, Allah onun kimisini xəlq etməyib. Sufyan Əth-Thawri rahmetullah aleyh buyurur ki, mən onun kimisini görmədim. Səlləm rahmetullah aleyh buyurur ki, başqa aylarda hər 7 gündə bir, Ramazanda hər 3 gündə bir, son 10 gündə isə hər gündə bir dəfə Quran-ı Kərimi xətm edərdi.
Əbu İshaq Əs-Səbiyyə rahmetullahi aleyhə gəldikdə isə Fudayl ibn İyad onun barəsində buyurur ki, rəvayət edir ki, ömrü boyu hər 3 gündə bir Qurani Kərimi xətm edərdi. Səm'ani rahmetullahi aleyh buyurur ki, Səbit Əl-Bunani böyük tabeinlərdən idi. 40 ilə yaxın sahabələr ilə dostluq etmişdir. Abid, zahid bir insan idi. Hər gündə bir dəfə Qurani Kərimi xətm edərdi. Abdullah ibn İdris Əl-Audi, İmam Nəvavi rahmetullahi onun barəsində buyurur ki, imamlığında, elmində, zəkasında, abidliyində, zahidliyində ittifaq edilmişdir. O ölüm anında başının üstündə ağlayan övladlarına evin küncünü göstərərək belə deyir: Mənim üçün ağlamayın. Çünki mən o küncdə 4000 dəfə Qurani Kərimi xətm eləmişəm. İmam Əhməd onun barəsində buyurur ki, doğrudan da ondan bir dənə idi. İmam Əhmədin özünə gəldikdə isə hər 7 gündə bir dəfə Qurani Kərimi xətm edər, hər gündə 300 rükət namaz qılardı. Fitnə səbəbi ilə səhhətini itirdikdən sonra 300 rükət namazı 150-yə saldı. Əziz müsəlmanlar, bir şeyi də xatırladım ki, Allahın bizdən istədiyi Qurana sarılmaq anlayışı dinimizi daha gözəl tanımaq, həqiqətləri görmək, nəfsimizi islah etmək üçündür. Sırf savab qazanmaq üçün deyil. Bu uca qayəyə çatmaq, birinci qayəyə çatmaq isə mənasını başa düşməklə ancaq Quranı öz dilimizdə oxumaqla mümkündür. Ölülərə oxunan Quran onların həyatını dəyişdirmədiyi kimi, əcnəbi, yəni qeyri-ərəb olanların, bizlərin, dirilərin də oxuduğu Quran da onların həyatını dəyişməz. Bizim həyatımızı dəyişməz. Biri ölü olduğu üçün təsirlənmir, digəri isə ərəb dili bilmədiyi üçün halı dəyişmir. Bəzən özümüzü yaşayan cənazələr kimi görürəm. Halımız da özümüzə Yasin oxuyan mollalara bənzəyir. Sizcə Allahın insanlardan istədiyi kəmiyyətdirmi yoxsa keyfiyyət? Sizcə Allah Rəsulu kəmiyyət ilə keyfiyyət arasında qalsaydı nəyi seçərdi? Allah məni və sizləri bu Quranla bərəkətləndirsin, onu davamiyyətli oxumağı bizlərə nəsib etsin, onu həyatımızın öndəri etsin, onunla yolumuzu aydınlatsın, onunla sıxıntılara çarə, dərdlərə dərman, zəiflərə yüksəliş, müsibət əhlinə səbir, zülmətdə olanlara aydınlıq, daş qəlblərə hidayət göndərsin. Allah bizləri bu Ramazandan faydalanan qullardan etsin. Ramazanı itirənlərdən deyil, qazanan qullardan etsin.